Bismillahirrahmanirrahim. Cəhənnəmdə şeytanın yaxasından yapışıb belə deyəcəklər: Sənin üzündən gəldik buraya ey məlun. Şeytan deyər: Bir dəqiqə. Siz dünyada məni gördünüz? Görmədik. Səsimi eşitdiniz? Eşitmədik. Yaxşı, siz dünyada heç dindən bəhs edən insan, ustad görmədinizmi? Gördük. Siz heç dini kitab oxumadınızmı? Oxuduq. Siz heç dindən bəhs edən, nəsihət edən eşitmədinizmi? Eşitdik. Yəni siz indi gördüyünüzə və eşitdiyinizə deyil də, görmədiyinizə və eşitmədiyinizə tabi olub bura gəldiniz. Siz gedin, özünüzdə iyi axtarın. Siz gedin, sizi bu hala salan dostunuzu tapın. Mənimki ancaq vəsvəsədən ibarətdir. Siz doğrulara deyil də vəsvəsəyə etibar etdiniz. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu.